Bugün sizinlə sosial şəbəkələrdə çox müzakirə olunan qida əlavələri haqqında danışacağam. Əgər mən mütəmadi olaraq sink və biotin qəbul edərsəm, saç tökümüm zəifləyəcəyimi və yaxud mütəmadi olaraq kollagen və vitamin qəbul edərsəm, saçlarımın uzanacağımı güclənəcək. Əgər sizin qidalanmanız normaldırsa və hər hansı bir vitamin və mineral çatışmasına səbəb olan hər hansı bir xəstəliyiniz yoxdursa, sizdə vitamin və mineral çatışmasının müşahidə olunması çox nadir hallarda baş verə bilər. Bu baxımdan əgər sizdə çatışmazlıq olmadan hər hansı bir qida əlavəsinin qəbulu, sink və biotin hər hansı birinin qəbulu sizin saç tökülməsinin qarşısını almalıdır. Əksinə, daha çox zərərli təsirlərlə rastlaşacaqsınız. Məsələn, daha çox biotin qəbulundən sonra sizə müraciət etdikdə, mütəmadi olaraq biotin qəbul etmişdirsə, bu zaman saç tökülməsinin səbəblərini araşdıra bilən istifadə etdiyiniz laborator testlərdə müəyyən bir dəyişikliklər müşahidə olunur. Bu isə bizim müalicəmizin düzgün tətbiq etməyimizin böyük bir maneə yaradır. Əgər sizin saç tökülməsi və yaxud da hər hansı bir saç xəstəliklə əlaqədar sualınız varsa, Kani Dəri Klinikasına müraciət edə bilərsiniz.